Mən qatarları sevirəm, dəmir yolları sevirəm. Böyüyəndə mühəndis olacağam. Mən sürət qatar üçün yeni dəmir yol çəkmək istəyirəm. Belə sürət qatar çəkmək istəyirəm. Mikayıl çox erkən yaşlardan, 1 yaşından etibarən artıq qatarlara maraq göstərirdi. Qatarın sadəcə olaraq reyslərdə hərəkət edərkən onların təkərlərinin fırlanmasını izləyirdi. Fırlanan əşyalara çox böyük marağı vardı. Əsasən də yük qatarlarının iri təkərlərinə. Almaniyada olarkən Mikayıla ağır autizm diaqnozu qoyulmuşdu. Müəyyən krizlər və s. yaşanırdı və artıq qatarları izləməyə gedərkən Mikayıl tam olaraq sakitləşirdi. Uzun müddətli təlimdən sonra Mikayılın qatarlara olan marağı artıq funksionallaşmağa başladı. Qatar oyuncaqları istəyirdi, qatar yolları qurur. Həmçinin dostlarını da qatarlarla oynamağa dəvət edirdi. Gözlə bir dənə də verim. Böyük qatar olsun. Bakı-Sumqayıt, Bakı-Xırdalan qatarlarına çox böyük maraqla minir. Bu gün dostlarımla qatara sərfə çıxmışam. İndi gedirik Sumqayıta. Bugün biz Mikayılın xəyalının izi ilə bir yola çıxdıq və bu yol mənə bir valideyn kimi, belə deyək, autizmli uşağı ilə yola çıxan valideynlərə mesaj vermək üçün bir şans oldu. 2 yaş, 7 aylıq Danielin anasıyam. Çox cüzi, belə deyək, əlamətlər hiss edirdim. Nitq problemim var. Eyni zamanda fırlanan əşyalara meyillilik sezirdim. Mənə deyirdilər ki, qohumlar, tanışlar ki, bizim ailədə də belə olub, uşaqlar gec danışır, uşaqdır, nə olar ki, fırlanan əşya ilə oynaya da bilər, biraz böyüsün, böyüyəndə hər şey düzələcək. Hiss elədim ki, yox, nəsə düz getmir və biz nevropatoloqa müraciət elədik, daha sonra psixoterapeutə müraciət elədik və diaqnoz qoyandan sonra dərhal təlimlərə başladıq. Qatara gedirik. Bu qatarda 2 mərtəbə var. Daha çoxu yuxarı sevirəm. İndi gedirik yuxarı. Gəl. Wow. Autizmli uşaqların bir çoxunda sensor həssaslıqları olur və qatarda hərəkət edərkən dəyişən mənzərələrin olması, eyni zamanda qatarın eyni ritmlə hərəkət etməsi uşaqların qatarın sevməsinə təmin edir. O, onların sensor ehtiyaclarını bir növ qarşılamış olur. Esma 6 aydır ki, bizim mərkəzimizdə təlim alır. 12 yaşı var. Gəzərkən əhval-ruhiyyəsi çox yaxşı olur, çox sevinir. Öncə valideynlər terapiyaya keçib ilkin davranış qaydalarını öyrənib, ondan sonra uşaqlara qarşı davranışlarını ona görə müəyyənləşdirməlidirlər. Heç gözləməyin ki, uşağın 3 yaşı olsun, 3 yaşda danışmağa başlayacaq. Əlamətləri sezən kimi mütləq peşəkarlara müraciət eləyin. Mən qatarları çox sevirəm və tez-tez minirəm. Qatar rahat idi. Sonra qatarı dinlədim.